İran Silahlı Qüvvələri yaxın vaxtlarda Amerikanın yaxın şərqdəki hərbi bazalarına qarşı iri miqyaslı hərbi əməliyyata başlayacaq. Məlumata görə İran ordusu regionda yerləşən Amerika hərbi obyektlərinə qarşı kütləvi hücum etmək üçün tam hazır vəziyyətə gətirilib. İranın hərbi rəhbərliyi artıq bölgədəki bütün Amerika obyektlərini, xüsusilə Bəhreyn və Küveytdə yerləşən bazaları legitim hədəf elan edib. Rəsmi Tehran bildirib ki, atəşkəs rejiminin Amerika tərəfindən kobud şəkildə pozulması və İranın suverenliyinə edilən hücumlar cavabsız qalmayacaq. Amerikanın İran ərazisinə endirdiyi yeni zərbələr fonunda ölkənin cənubunda yerləşən strateji Çabahar limanında güclü yanğın baş verdiyi qeyd olunur. Sosial şəbəkələrdə və regional informasiya kanallarında yayılan məlumata görə hadisə liman ərazisində baş verib və alovun geniş sahəni əhatə etdiyi qeyd olunur. Eyni vaxtda Amerika qüvvələrinin Çabahar şəhərində yerləşən enerji infrastrukturunu hədəf aldığı barədə xəbərlər yayılıb. İddialara görə zərbələrdən sonra şəhərin bəzi məhəllələrində elektrik enerjisinin verilişi dayandırılıb. Amerikanın İranın cənubuna endirdiyi zərbələr daha da genişlənir. İndi isə zərbələrin əsas hədəflərindən birinin də bu şəhər olduğu qeyd olunur. İran mənbələri şəhərdə partlayışların baş verdiyini və enerji infrastrukturunun hədəfə alındığını təsdiqləyir. Sosial şəbəkələrdə yayılan görüntülərdə bu şəhərdə böyük yanğının baş verdiyi, qalın tüstü sütunlarının kilometrlərlə uzaqdan göründüyü əks olunub. Yayılan məlumatlara görə zərbələrdən sonra elektrik və enerji obyektlərində güclü yanğın baş verib. Bu şəhər İranın enerji sistemində xüsusi yer tutur. Şəhər həm Fars körfəzi sahilində yerləşən mühüm hərbi dəniz bazalarından biri, həm də ölkənin ilk atom elektrik stansiyasının yerləşdiyi bölgə kimi strateji əhəmiyyət daşıyır. İranın cənubundakı bu şəhər əyalətində Amerikaya məxsus pilotsuz uçuş aparatının vurulduğu iddia edilir. İrana məxsus Təsnim xəbər agentliyi sözgedən hadisə ilə bağlı kadrlar yayımlayıb. Təqdim olunan görüntülərdə bu şəhər bölgəsində İran tərəfindən vurularaq yerə salınmış Amerika hərbi dronunun qalıqları əks olunub. Hadisənin təfərrüatları və PUA'nın hansı növ sistemlə vurulması barədə rəsmi açıqlama verilməyib. İran İslam Respublikası Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi Amerikanın regiondakı hərbi fəaliyyətlərinə və İrana endirilən son zərbələrə sərt reaksiya verib. Dövlət televiziyasının canlı efirində çıxış edən Əzizi rəsmi Vaşinqtona xəbərdarlıq edərək bildirib ki, İranın suverenliyinə və təhlükəsizliyinə qarşı atılan addımlar cavabsız qalmayacaq. Amerikalılar bilsinlər ki, onlara sarsıdıcı cavab veriləcək və harda olurlarsa olsunlar, təhlükəsizlikləri əllərindən alınacaq, deyə o qeyd edib. O, İranın öz milli maraqlarına və dövlət suverenliyini qorumaq üçün bütün qətiyyətli tədbirləri görməyə hazır olduğunu bəyan edib. İranın yerli media orqanlarının yaydığı məlumata görə, ölkənin cənubunda, Fars körfəzində yerləşən strateji əhəmiyyətli Əbu Musa adasında silsilə partlayışlar qeydə alınıb. İlkin məlumatlara əsasən, adada azı 3 partlayış qeydə alınıb. Hələlik hansı obyektlərin vurulması ilə bağlı dəqiq məlumat paylaşılmayıb. İran İslam Respublikasının ali rəhbəri Müjtəba Xameneyinin hərbi müşaviri general-mayor Səid Rızai Amerika və onun regiondakı müttəfiqlərinə qarşı sərt xəbərdarlıq edib. General, İranın milli təhlükəsizliyinə və suverenliyinə yönəlmiş istənilən təcavüz aktı cavabsız qalmayacaq. O qeyd edib ki, düşmənə və onun cinayətkar əməllərinə şərik olan havadarlarına ən sərt şəkildə cavab veriləcək. Onlar törətdikləri bu hərəkətlərə görə ağır cəza ilə üzləşəcək və bu cəzadan heç bir yerə qaça bilməyəcək. İran rəsmi mənbələri ölkə ərazisinə endirilən raket zərbələrinin statistikasını açıqlayıb. Daxil olan rəsmi məlumatlara görə raketlərin hədəfləri və dəqiq sayları belədir. Əbu Musa adası və Sirik limanı 4 raket zərbəsi. Bu istiqamətdə ümumilikdə 4 raket endirilib. Məlumata görə bu raketlərdən ikisi strateji əhəmiyyətə malik Əbu Musa adasına,
digər ikisi isə Hörmüzqan əyalətinin şərqində yerləşən Silik bölgəsinə düşüb. Bu şəhər hərbi bazasına 2 raket zərbəsi endirilib. Amerika prezidenti Donald Trump İrana qarşı endirilən son hərbi zərbələrlə bağlı rəsmi açıqlama verib. Trump bəyan edib ki, bu hərbi əməliyyatlar İranın Hörmüz boğazında kommersiya gəmilərinə qarşı törətdiyi təxribatlara birbaşa və adekvat cavabdır. Trump qeyd edib ki, bu İrana qarşı həyata keçirilən hücumlara cavabdır. İran dünən gəmilərə hücum etdi. Əgər bu təkrar olunsa, vəziyyət daha da ağır olacaq. Prezidentin bu açıqlaması Vaşinqtonun Tehranın hərbi təhdidlərinə qarşı güzəştə getməyəcəyini və hərbi cavab tədbirlərinin davam edəcəyini nümayiş etdirir. Hazırda regionda gərginlik pik həddə çatıb. Bəhreyn Krallığı bu gecə İranın hərbi obyektlərinə qarşı həyata keçirilən geniş miqyaslı hava əməliyyatlarında Amerika Silahlı Qüvvələri ilə birgə fəaliyyət göstərib. Əl-Ərəbiyyə telekanalının yaydığı son məlumata görə bu iştirak regiondakı hərbi gərginliyin yeni bir mərhələyə daxil olduğunu və Amerikanın İrana qarşı koalisiya qüvvələri ilə hərəkət etdiyini təsdiqləyir. Bəhreynin əməliyyata qoşulması, xüsusilə də İranın Bəhreyndəki Amerika hərbi obyektlərini hədəf aldığını bəyan etməsindən sonra rəsmi Amanın Tehrana qarşı mövqeyinin daha da sərtləşdiyini göstərir. Amerika ordusunun İrana qarşı başlatdığı hərbi əməliyyatların coğrafiyası genişləməkdə davam edir. Amerika qüvvələri İran şəhərində yerləşən hava limanına raket zərbəsi endirib. Hədəfə alınan İran şəhəri ölkənin cənub-şərqində, strateji baxımından həssas hesab olunan Sistan və Bəlucistan əyalətinin cənub hissəsində yerləşir. Hava limanına endirilən raket zərbəsinin vurduğu ziyan, dağıntı və ya insan tələfatı barədə hələlik rəsmi mənbələrdən əlavə açıqlama verilməyib.